Assalamu aleykum izləyicilər. Allah Taala xeyirli bərəkət etsin. Allahın izni ilə son günümdür. Bu inşallah bir cavan ailənin bir otağıdır. Allah Taala olmayanlar qismət eləsin. Xeyirli günlərlə yaşasınlar. Allah qardaşa da xeyirli bərəkətli günlər nəsib etsin. Əmin. Olmayanlara da Allah Taala ev nəsib etsin inşallah. Həqiqətən də dünyada çox insanlar arzusudur ki, ev sahibi olsun. Evim olsun, eşiyim olsun. Mənim də duam odur ki, Allah o insanlara gözəl ev nəsib etsin. Evi də olanlara gözəl təmir nəsib etsin. Gördüyünüz kimi inşallah kutu yığıldı belə, podvisnoy, belə qıraqlar paduq oldu. Çünki bu evdə mayak qurulmadı. Çünki mayaka qurulsa daha da bağat olar. Bacardığım qədər inşallah, indi çəkişlərdə aşağı hissədə sizə göstərəcəm. Bacardığım qədər buranı Allahın izni ilə divarı düzəltdim. Belə də görkəmdir, əlhamdülillah, qəşəngdir. İnşallah son günümdür, Allahın izni ilə və gedirəm və inşallah bu evə, bu yerə inşallah toya gələcəm. Allah Taala xoşbəxt eləsin, olmayanlara qismət etsin. Əmin. Elhamdülillahi Rabbil alemin.